Dövlət İmtahan Mərkəzi qəbul imtahanı 2023, ikinci qrup 9 iyul 2023-cü il. Bu testi təhlil eləmək istəməklə məqsədim keçənki yay imtahanı ilə, şahs imtahanı ilə bu iki 2024-cü il imtahan arasında bir əlaqə yaratmaq bəlkə sizə müəyyən köməyə dəyər deyə bunu təhlil etməyə çalışacağım. Doğru sıraları müəyyən edin. Sıra ixrac edilən yüklər, ixrac edən ölkə və ithal edən ölkə. 1. Təbii qaz ixrac edir Kanada, ithal edir Amerika Birləşmiş Ştatları. Kanada, ABŞ hər iki dünyada ən çox qaz çıxardan ölkələrdən biridir. Niderlanddır, Türkmenistandır, İran kimi ölkələr, Rusiya kimi ölkələrlə birlikdə. Kanada ixrac edir, Amerika Birləşmiş Ştatları çox hasıl etməsinə baxmayaraq xeyli də Kanadadan ithal edir. Birinci sıra düzgündür. Sanayi avadanlıqları İspanya ixrac edir, Yaponiya alır, əksinə. Yaponiya ixrac edən ölkədir. Burada İspaniya yox sanayi avadanlıqlarının. 3. Buğdanı Fransa ixrac edir, Norveç ithal edir. Deməli, dünyada ən çox buğda ixrac edən ölkələr Amerika Birləşmiş Ştatlarıdır, Kanadadır, Fransadır, Avstraliyadır, Argentinadır. MDB məkanında Rusiyadır, Ukraynadır, Qazaxıstandır. Həqiqətən buğdanı Fransa ixrac edir, Norveç ithal edir, o ki, Norveç ərazisi əkinçi yararsızdır. Yəni, 3-cü sıra doğrudur. Kömürü Çin ən çox hasıl edən ölkələrdən biridir. İxrac edir, Rusiya ithal edir. Rusiya özü kifayətli kömür hasıl edir. O yüzden Rusiyanın kömür ithal etməkdən ehtiyacı yoxdur. Həm də Çin ixrac eləmir, özü işlədir. 4 səhvli 5-ci sıra nefti Nigeriya ixrac edir. İndoneziya özü neft çıxardan ölkələrdən biridir. İndoneziya ithal edəmir. Nigeriyanın neft ixrac eləməsi düzgün idi. İndoneziyaya görə cavab səhvli, düzgün cavab oldu 1, 3 cavab oldu B bəndi. Uygunu müəyyən edin. 1. Ant dağları, 2. Ural dağları, 3. Atlas dağları. Karadeniz hissinin dağına gəlmə mərhələsinin yəni Paluzya arasında qədim dağdır. Bu Ural dağlarıdır, aid olacaq kişiyə. Aid olduğu materialdə inşa etmiş ölkə qrupuna daxil olan ölkə mövcud deyil. Ant dağları Latin Amerikası, Cənubi Amerika deyək. Cənubi Amerikada inşa etmiş ölkə yoxdur, yəni bir aid olacaq 1-ə. Atlas dağları Afrikada inşa etmiş ölkədir. Ural dağları Avrasiyada xeyli sayda inşa etmiş ölkə var, o yüzden onlar üçün səhv idi. C bəndi həm qərb həm də şərq yarımkürəsində yerləşir. Yəni bunun ərazisindən ya Qırmızıya 180 dərəcəli meridian keçir. Atlas dağları belə bir dağdır, Qırmızı meridian üzərində yerləşir. Həm şərqdə həm də qərbdədir. O yüzden C aid Atlas dağlarından D yerləşdiyi ölkədə Muston limfi yayılıb. Muston limfi Asiyanın şərqi üçün xarakterdir, cənub-şərqi üçün xarakterdir. Avrasiyada olan dağ burada. Deməli, Ural dağları Rusiyanın ölkə deyir. Rusiyanın şərqində yerləşir, orada Sakhalin adası Yaponiyanın yanında. Orada Muston limfi yayılıb, yəni D aid Ural dağları Rusiyaya aiddir. Ki, Rusiyanın da burada Ural dağları təmsil edir, D deməli aiddir kişiyə. Və Y aid olduğu material iki şırlanma qurşağında yerləşir. Ant dağları deməli Cənubi Amerika yerləşir. Cənubi Amerikada tropik şırlanma qurşağı da var, mülayim şırlanma qurşaqlar var. Deməli 2 dənə bu Y aid olacaq Ant dağlarına. Qaldı ki, Ural dağları Avrasiyada həm qütb şırlanma qurşağı var, həm mülayim var, həm tropik şırlanma qurşağı var, 3 şırlanma qurşağı var. Atlas dağları Afrikada demək tropik şırlanma qurşağı var, şimal mülayim şırlanma qurşağı var, həm də cənub mülayim şırlanma qurşağı var, o yüzden o səhvdir. Deməli, düzgün cavab oldu 1-ə B, E, 2-yə A, D, 3-ə də C cavab oldu B bəndi. Böyük Yedlər qrupu ölkələrini səciyyələndirən xüsusiyyəti həm şimal, həm də cənub yaxınlıqda yerləşirlər. Deməli, bura aid Amerika Birləşmiş Ştatlarıdır, Kanadadır, Yaponiyadır, Almaniyadır, Fransadır, İtaliyadır, Böyük Britaniya daxildir. Bunlar ancaq şimal yaxınlıqda, cənub yaxınlıqda olan yoxdur, o görə də A bəndi səhvdir. Qrupun iki ölkəsi NATO blokuna daxil deyil, təkcə Yaponiya daxil deyil, ölkələr saydım qalan hamısı NATO-nun üzvüdür. Xidmət sahələri emal sənəsi payı üstündür, C cavabı doğru cavabdır. Qrupun bütün ölkələr xammal ixracatçılardır, bunların içərisində xammal ixrac edən ölkə, bunların içərisində xammal ixrac edən sırf ölkə bir dənə Kanadanı demək olar, o da qismən ixrac edir. O yüzden cavab səhvdir, bunlar xammal ithal edirlər. Bu ölkələrdə əhali təbiatının ikinci sinif xarakteri, ikinci sinif deyil, bunlar da birinci sinif xarakteridir. Düzgün cavab oldu C bəndi. Yansız çayını qanq çayından fərqləndirən xüsusiyyət inşa etməkdə olan ölkənin ərazisindən axır. Yansız Çinin ərazisində qanq Çin inşa etməkdə olan ölkədir. Qanq çayda deməli Hindistan, Bangladeşdən keçib bu da inşa etmiş ölkənin ərasindadır. Burada bir fərq yoxdur. Transsərhəd çay deyil, yansız Çinin daxilində. Qanq isə Hindistandan
Bangladeşə keçir, o görə Qanq deməli transsərhəd çayıdır, yansız transsərhəd çayı deyir, o görə iki fərqli, yansızın fərqlidir. Töküldüyü okean dörd yarımkürədə yerləşir. Yansızın töküldüyü Sakitcanı 180 meridyen keçir, o görə dörd yarımkürələri şərqdə var, qərbdə var, şimalda var, cənubda var. Qanq çayı tökülür, Hind okeanı şimal deməli qərb yarımkürədə yerləşmir, o görə üç yarımkürəlidir. Ya bu yansız çayın yerləşdiyi, yansız çayın töküldüyü Sakitcanın dörd yarımkürədə yerləşməsi yansız çayının Qanq çayından fərqlidir, üç fərqli. Mənsəb subtropik yumuşaqda yerləşir. Yansız çayının mənsəbi Şərqi Çin dənizi, Şərqi Çin dənizi deməli subtropik quşaqdadır. Amma Qanqın mənsəbi subekvator quşaqdadır, bu fərqli. Stoplar göbəcəsində dəyişkən rütubətli, o cümlə muston meşələrə yayılıb. Hər ikisində muston meşələrə yayılıb. Dəyişkən rütubətli meşələr deyəndə hər ikisində var. Burada fərq yoxdur. BRICS təşkilatı üzvü olan ölkə arasından axır yansızının daxil olduğu Çin də BRICS-ə aiddir. BRICS təşkilatının üzvüdür. Hindistan da yenə BRICS təşkilatının, deməli, bu Braziliya, Rusiya, İndiya, Hindistan deməkdir. Çitay, Çin deməkdir. Sıdakı Cənub Afrika deməkdir. Hər ikisinin, deməli, o BRICS təşkilatının üzvü olan ölkələrdir. O görə də o da oxşar xüsusiyyətdir. Deməli, düzgün cavab oldu 2, 3, 4, B bəndi. Dünyada üzüm yığımına görə fərqlənən ölkə İtaliya, Fransa, İspanya ilə A cavabı doğrudur. B bəndə Finlandiya səhvdir, C bəndində Estoniya səhvdir, D bəndində Almanya, Venezuela səhvdir, Y bəndində Polşa səhvdir. Deməli, İtaliya, İspanya, Fransa dünyada ən çox üzüm yığımına görə fərqlənən ölkələrdən cavab oldu A bəndi. Doğru sıraları müəyyən edin. Ərazi xüsusiyyətləri. Mərkəzi ovalıq, bildiyi üçün bu Avstraliyadır. Akkumulasiya prosesləri nəticəsində yaranmışdır. Ovalıqlar akkumulasiya nəticəsində yaranan oval gücü alçaq yerlərdə, hündürlüyü azdır. Deməli, bir doğrudur. Böyük suvarcı dağlar, yenə də bu Avstraliyadakıdır. Materikin şərqində yerləşən qırışıq paylı dağlar. Materikin şərqində yerləşir, amma qırışıq paylı dağlar deyil. Qırışıq paylı dağlar Altayda, Sayandı, Tian Şandır. Bu qədim paylı dağdır. Kaledoniyasının qırışığında yaranmışdır. 2 səhvdir. 3 Nallar düzənliyi Böyük Avstraliya körfəzinin sahilində yerləşir, şimal sahillərində yerləşir. Bu doğrudur. 4 mərkəz bölgələri Şimal Amerikada fəal seysmik yer malikdir. Amerika qitəsində Şimal Amerika daha doğrusu Kordilyer dağları fəal seysmik yer malikdir. Göğsünə quşaqdır. Materikin şərq hissəsi düzənliklərdən təşkil olundu. Bura platforma sahəsində o görə fəal seysmik yer malik deyil. 4 səhvdir. Atlas dağları tropik işıqlanma qurşağında yerləşir. Tropik qurşağı Afrikada böyük sərdən keçir. Atlas dağları böyük tropik işıqlanma qurşağından, yəni 23,5 dərəcə şimal yenidən şimalda doğru tropik işıqlanma qurşağında deyil, o mülayim işıqlanma qurşağındadır, səhvdir. Burada düzgün cavab oldu 1, 3 mərkəzi ovalı akkumulasiya prosesinin nəticəsində yaranmışdır və Nallar düzənliyi Böyük Avstraliya körfəzinin sahilində yerləşir. 1, 3 doğrudur. Cavab C bəndi. Sxemdə verilən qırışıqlı formaların müəyyinin qırışıqlığın qalxan hissəsinə antiklinal, enen hissəsinə isə sinklinal deyilir. Göstərən quşaqda olur bu. 1 antiklinal, 2 sinklinaldır. Cavab oldu D bəndi. Qalxan hissə antiklinal, enen hissə sinklinaldır. C nöqtəsi havanın temperaturu 13,5 dərəcə, B nöqtəsi də 9,5 dərəcə Celsius'dir. C ilə B-ni verildi. B, A nöqtə arasında temperatur fərqinin 2,7 dərəcə Celsius olduğunu bilərək A nöqtəsinin mütləq hündürlüyünü hesablayın. Çox sadə məsələdir, amma həlli çox uzun yazı aparır. Əvvəla deməli C nöqtəsində B nöqtəsində temperatur fərqi 12,5, 9,5 eləyir. 12,5-dan 9,5 çıxanda eləyir 3 dərəcə. Deməli B, C nöqtələri arasında 3 dərəcə temperatur fərqi var. 3 dərəcə 6 dərəcə bildiğiniz kimi 1 kilometrədirsə, deməli 3 dərəcə 500 metrdir. Deməli B ilə C arasında 500 metr hündürlük fərqi vardır. Bu da demək ki, kəsmə hündürlük 500 bölünsün 250 metr. Deməli 250 metr hündürlüyə malikdir. Kəsmə hündürlük 250 metrdir. Meni burada görürük. Kənar horizontal 1000 metrsə, deməli C 1250 metr. B ilə C arasında qalan horizontal 1500 metr. B 1750 metr. A-nın yaxındakı daxil horizontal 2000 metrdir. Daxil horizontal 2000 metrdir. Bizə nə istəyir? Deməli B, A nöqtəsinin temperatur fərqi 2,7 dərəcə Celsius'dir. B ilə A arasında. Bildiğiniz kimi 0,7
havanın temperaturu 100 metre 0,6 derece Celsius dəyişir. Yəni 0,6 derece Celsius 100 metrdəsə 2,7 derece Celsius x metrdədir. Buradan x-in deməli 450-ni 2,7-ni 600 bölündə düşəcək 450 metr. Deməli B ilə A arasında 450 metrin iş fərqi vardır. 450 metrin iş fərqi varsa daxil deməli B-dən A-ya qədər 1750 üzərinə 450 gələn deyəcək 2200 metr. Deməli A-nın hündürlüyü 2200 metrdir. Cavab olacaq Y bəndi. Yazılışı yenildirəm. Çox uzun vaxt tapacaq. İndi yazılışını burada ekranda sizə göstərib sürətlə oxuyacağım. Deməli 12 yarım çıxsın 9 yarım 3 derece 6 derece 1000 metrede 3 derece x metrededir. X beraber 3 burası 1000 bölünsün 6 derece 500 metre 500 metre B ile C arasında yöndürüş fərqidir. 2 pirli olduğunu 2'ye böl 250 metre alır. C 1200 metre 1250 metre derse B 1750 metredir. A B arasındaki temperatur fərqi 4,7 derece Celsius 0,6 derece Celsius 100 metredir. 2,7 derece x metredir. X beraberdir. 2,7'ni 100'e vurup ve buradan da deməli A'nın hündürlüğü bərabərdir. B'nin qiyməti 1750 metr, üstəlik 450 metr, o da eləyəcək 2200 metr. Cavab oldu Y bəndi. Ural-Volqa boyu regionunda yerləşən Türk dövlət qurumlarının üçündə Rusiyada Ural-Volqa boyu regionunda Tatarstan'dır, Başkırtistan'dır, Çuvaşya respublikaları yerləşir. Bu respublikalar dövlət qurumları üçün ümumi doğru xüsusiyyət istəyir. Meşə sənətinin inkişafına bir şərait vardır. Bunlar da həqiqətən də deməli bunlar mülayim quşaqdan meşə zonasındadır. Meşə sənətinin inkişafı üçün bunlar da əlbəttə şəraitə malikdir, doğrudur. A cavab doğrudur. B bəndə Sutra və Yumuşal deyir, bunlar mülayim iqlim quşağındadır. Bu qurumlardan birinin paytaxtı Abakan Sibirdədir. Burada deyil. D bəndə ərazisi metamorfik maqmatik sular üstünü təşkil edir. Burada metamorfik maqmatik sular diyor. Ural-Volqa boyu deyir burada kökündə sular üstünü təşkil edir. Yüksək inkişaf ölkənin ərazisində yerləşir. Rusiya inkişaf ölkə deyil, o görə də o da cavab səhvdir. Deməli, burada doğru cavab meşə sənayesinin inkişafı üçün əlbəttə şəraitə malikdir olması cavab doğrudur. Cavab. Xətti sıxıntı və cədvəldə göstərən məntəqələrə aid doğru sıraları müəyyən edin. Birinci sırada deyir ki, 1 ilə 5, bir böyük qap yüksək dağlıq hissəsi 5 qalın Xayça çökəkliyindədir. Yüksək dağlıq ərazilərdir. Yüksək dağlıq ərazilərdir 1 üçün doğrudur, 5 üçün səhvdir. 5 qalın Xayça çökəkliyindədir. İkinci sırada deyir ki, 3 ilə 4, 3 Küdür Şirvan düzündədir, 4 də Qarabağ Vulkanik yaylasındadır. Otlaq heyvandarlığı üçün əlbəttə təbii şəraitə malikdir. 3, yəni Küdür Şirvan düzü qışlaq, yaxşı qışlaqdır, heyvandarlığı üçün burada qışda yem bazası var, qışın mülayim keçməsi rəqdə olaraq. 4 də ki, əlbəttə otlaqdır, yəni ikinci sıra düzgün sıradır. Üçüncü bəttə deyir ki, 2 ilə 3, 2 deməli incə araz boyu dönüşlərdən biridir. 3-dəki yeni Küdür Şirvan düzdür, kanalizasiya çökmə surları üstünü təşkil edir. Həqiqətən burada araz boyu dönüşlərdə kanalizasiyasının çökmə surları üstünü təşkil edir. Yəni 3-cü sırada düzdür. 4-cü sırada deyir ki, 2 ilə 4, yəni araz boyu düzənliklə 4 Qarabağ Vulkanik yaylası tekton qalxma zonasında yerləşir. Vulkanik yayla tekton qalxmadadır, Kiçik Qafqaz tekton qalxmasındadır. Amma 2 incə Zubukir tektonik çökməsində yerləşir. Bu cürdə fikir səhvdir. 5-ci sırada deyir ki, 1 ilə 2, 1 böyük qapı yüksək dağlıq hissəsidir, 2 araz boyu düzənlikdir. Qışı qura çiçək mülayim iqlim tipi səciyyəvidir. 2-də deməli qışı mülayim keçən, qışı mülayim yayısı qura çiçək yarımçarıq quru çölgün tipidir. 5-də qışı qura çiçək mülayim iqlim tipi düzgün idi. 1-də bir yüksək dağlıq ərazidə orada dağ tundra iqlimdir, o görə cavab səhvdir. Və 6-cı sırada deyir ki, 4 ilə 5, 4 vulkanik yayladır, 5-dəki Qanı Xayçaydır, çaylar Kür hövzəsinə aiddir. Azərbaycanın bütün çayları Kür hövzəsinə aiddir, o görə bu sıra doğru sıradır, 6-cı sıra yəni. Demək, düzgün cavab oldu 2, 3, 6, cavab oldu D bəndi. Bakı, Tiflis, Ceyhan boru kəmərinin keçdiyi ölkələr üçün doğru fikirləri müəyyən edin. Bakı, Tiflis, Ceyhan, Azərbaycan, Tiflis, Gürcüstan, Ceyhan, Adana, Türkiyə. Deməli, Azərbaycan, Gürcüstan, Türkiyə dövlətləri üçün, ölkələr üçün doğru fikirləri müəyyən edin. Əraziləri seçmək cəhətdən fəaldır, bu doğrudur. Fəal Ceyhan, yine Uşaqdadır buram. İslam Əməkdaşlıq Təşkilatı üzvüdür. Azərbaycan da Türkiyə üçün düzdür, Gürcüstan üçün səhvdir.
Ərazilərindən köç axır, doğrudur. Zəngin neft ehtiyatla marketin, zəngin neft ehtiyatla marketin Azərbaycanda, Türkiyə, Gürcüstanda neft ehtiyatı yox dərəcəsində azdır. Bir-birlərlə dəmir yolu nəqliyyatı əlaqələrinə marketlərlə Bakı, Tiflis, Ceyhan, üç dövləti dəmir yolu ilə birləşdirir, düzgündür. İran və Ermənistanın həmsərhəddirlər. Gürcüstanın deməli, İran və Ermənistan həmsərhəddirlər. Deməli, Gürcüstan Ermənistanda, Türkiyə Ermənistanda, Azərbaycan Ermənistanla həmsərhəddir. Deməli, Gürcüstanın İranla sərhəddi yoxdur, o görə pişir səhvdir. Deməli, düzgün cavab oldu 1, 3, 5 cavab oldu Y bəndi. 2019-cu ildə ölkədə 60 milyard dollar dəyərində ümumi daxili məhsul mövcud olmuşdur. Ölkədə şəhər əhalisi sayının 5,3 milyon nəfər, ümumi daxili məhsulun adam başına düşən həcminin isə 6.000 dollar olduğunu nəzərə alıraq, kənd əhalisinin payını faizlə hesablayın. Əvvəla biz deməli, ölkə əhalisinin ümumi sayını tapmalıyıq. Ölkə əhalisinin sayını tapmadığını ötürü 60 milyard dollar ölkədə ümumi daxili məhsul istehsal olunmuşdur. Deməli, adam başına 6.000 dollar düşməsindən hesablayaraq bir adama 6.000 dollar düşürsə, deməli 60 milyardı 6 milyard bölməklə ölkədə əhalinin sayını tapa bilərik. Əhalinin sayını belə tapırıq. 60 milyard bölgü 6.000 dollara bir adama düşdü 10.000 deməli, ölkədə 10 milyon nəfər əhali yaşayır. 60 milyardı bir adama düşən 6.000 dollara böləndə, deməli, ölkədə 10 milyon nəfər əhali yaşayır. 10 milyon əhalinin 5,3 milyon nəfəri şəhər əhalisi isə 10 milyondan 5,3 çıxanda 4,7 milyon nəfər kənd əhalisi var. Deməli, kənd əhalinin sayı 10 milyondan 5,3 çıxanda 4,7 milyon nəfərdir. İndi 10 milyonu 100% qəbul etsək, 4,7 milyonu x qəbul etməklə kənd əhalinin faizlə payını hesablaya bilərik. Deməli, 10 milyonumuz 100%dir, 4,7 milyonumuz x faizdir, x bərabərdir 4,7 burasının 100 bölünsün 10 milyon, bu deyəcək 47%. Deməli, ölkədə kənd əhalisinin payı 47%dir, 53% şəhər əhalisidir. Düzgün cavab oldu D bəndi. Uyğunluğu müəyyən edin. Deməli, landşaftlar, torpaq tipləri. Qəhvəyi torpaq olacaq, dağ meşədə. Deməli, A gələcək 3-ə. Boz qonur torpaq olacaq, yarım səhərdə. B gələcək 1-ə. Açıq şabalı torpaq olur, quru çöldə. C gələcək 2-ə. Qonur torpaq dağ meşələdir. Dağ meşələr qonur torpaq olur, fıstıq bələcək ağacları altında. Boz çəmən torpaqlarda yarım səhradadır. Deməli, 1-ə gəldi B, 2-yə gəldi C, 3-ə də gəldi A, D. Cavab da oldu. Deməli, D bəndi. D bəndi düzgündür. 1-ə yarım səhraya gəldi. Deməli, boz qonurla boz çəmən. Quru çölə gəldi, açıq şabaldı. Dağ meşədə gəldi, qəhvə ilə qonur torpaq. Düzgün cavab D bəndi. Xəritə sxemdə verilmiş ölkələr üçün seçəcək xüsusiyyətlər. Deməli, biz burada görürük Norveçi, İsveçi, Finlandiyanı, Rusiyanın bir hissəsi, Estoniyanı, Latviyanı, Litvanın xeyli hissəsi görüşür. Bu ölkələri, deməli, Rusiyada görüşür. Demografi böhran xarakteristir. Ümumiyyətlə, Avropa ölkələri üçün demografi böhran səciyyəvidir. Deməli, bir doğrudur. 2. Əhali yalnız Hind-Avropa dil ailəsinə mənsubdur. Buradakı ölkələrin əksəriyyəti Hind-Avropa dillərinə aiddir, amma Avropada bildiyiniz kimi Finlərdir, Estonlardır, Macarlardır, bunlar Ural dil ailəsindədir. Orada yalnız Hind-Avropa dil ailəsinə mənsubdur cavabı doğru deyil. Ümumiyyətlə, yalnız sözü varsa birinci cavab çox güman ki, səhvdir. 3. Urbanizm səviyyəsi aşağıdır, burada urbanizm səviyyəsi çox yüksəkdir. 4. Bu ölkələrdən birinin ərazisində sayma və enari göllər yerləşir. Finlandiya ərazisində sayma enari göllər yerləşir. 4 doğrudur. 5. Bütün ölkələr inkişaf etmiş ölkələr qrupuna daxildir. Estoniya, Norveç, İsveç, Finlandiya, Danimarka inkişaf etmiş ölkədir. Estoniya, Latviya, Litva bunlar inkişaf etmiş ölkələrdir. O yüzden 5 səhvdir. Deməli 4 düzdür. Ərazilərdə platforma mövcuddur. Buranın ərazisi, deməli, Şərq Avropa platformasında yerləşir, 6 doğrudur. Deməli, düzgün cavab oldu 1, 4, 6 cavab bəndi. Yeni xəyrəğin ordunun müstəvisinə meyilli bucağının dəyişməsi ilə
Qış gündündə günorta vaxtı Pekin şəhərində günəş düşməməcağı artarsa, sualın mahiyyəti uşaq bundan ibarət yerin xəyrixunun orqanizm meyil bucağı dəyişməkdən qış gündə günorta vaxtı günəş şüaları Pekin şəhərinə daha böyük bucaq altında düşərsə bu nə deməkdir? Pekin şəhəri 40-cı paraleldə Bakı ilə eyni paraleldə yerləşir. Qış gündə günəş şüaları daha böyük bucaq altında düşürsə, deməli günəş bura qış döneminde güneş 23,5 canı belinde olur. Yani güneş 23,5 canı belinde kadar olmayacak. Oradan daha şimalda olacak. Yani bu demek ki tropik xət ekvatora daha yakın olacak. Güneş ekvatordan çok canıma gitmeyeceği deməkdir. Bu demek ki tropikler ekvatora yakın olacak. Eğer güneş çalışma bucağı artarsa güç 20 üzerinde müşahede edildiği arazilerin sayısı azalar. Eğer mesela 20 dereceden geçerse tropik xətlər onda şimal qütb hərəkəti 70 dərəcə şimal enliyindən, ya cənub qütb hərəkəti 70 dərəcə cənub enliyindən, tropik hərəkəti 20 dərəcə şimal cənub enliklərindən əgər düşmə bucağı dəyişəndə günorta vaxtı Pekin şəhərində günəş düşmə bucağı artarsa, deməli bir doğrudur. Tropik xəttlərin uzunluğu artar, tropiklər ekvatora yaxınlaşır və tropik xəttlərin uzunluğu artar. Həqiqətən doğrudur. Mərakeş arasında günəş dənizdə ola bilər. Mərakeş Afrikanın şimalında, şimal-qərbində yerləşir. Təxmini 35-ci paraleldədir. Günəş orada zənitdə ola bilməz. Günəş zənitdə olacaq, məsələn, deyək ki, 20 dərəcə şimal enlinə qədər, heç 20-cə çatmayacaq. O görə səbtdir. 4 Uruqbay arasında günorta vaxtı günəş düşmə bucağı artacaq. Uruqbay cənub yarımkürədə subtropik quşaqda, deyək ki, 40-cı paraleldə deyək ki, güneş qış döneminde olacaq. Məsələn, normal halda olur 23,5 derece cənub enində. İndi güneş ekvatora yaxınlaşsa, deməli Uruqbaydan uzaqlaşırsa, deməli orada günəş düşmə bucağı artmayacaq. Əksinə Uruqbayda günəş düşmə bucağı azalacaq. Bu da səhvdir. Hər iki yarımkürədən mülayim işıqlama quşağının sayısı artacaq. Əgər deməli tropiklər 20-dən keçəcəksə, 20-dən 70-ə qədər deməli tropiklərlə qütb dairələri arasında deməli mülayim işıqlanma quşağı yerləşir. Həqiqətən bu sayısı artacaq. Məsələn, 20-dən keçirsə, onda tropiklər keçəcək 20 dərəcə şimal cənub enliklərindən, qütblər keçəcək 70 dərəcə şimal və cənub enliklərindən keçəcək. Yəni mülayim işıqlanma quşağının sayısı həqiqətən artacaq. 5 doğrudur. Qütb dairələrinin uzunluğu artır. Qütb dairələri qütbə daha yaxınlaşdığına görə uzunluğu artmayacaq, əksinə azalacaq. Deməli, düzgün cavab oldu 1, 2, 5 cavab oldu sevəndim. Xətti sıxımda verilmiş iqtisadi rayona aid olan xüsusiyyətlər. İqtisadi rayon gördüyünüz kimi Lənkəran Astara iqtisadi rayondur. Tərkibinə deməli Lənkərandır, Astaradır, Masallıdır, Cəllabaddır, Yardımdır, Leriş rayonları daxildir. İki iqtisadi rayonda həmsərhəddir. Bunlar təkcə Şirvan Salyan iqtisadi rayonunda həmsərhəddir. Səhvdir cavab. Mineral bulaqlarla zəngindir. Həqiqətən Lənkəran Astara iqtisadi rayonunda xeyli sayda mineral bulaqlar var. İki doğrudur. Əhalisinin sayı Quba Hasmacı iqtisadi rayonun əhalisindən çoxdur. Lənkəran Astara iqtisadi rayonunda əhalinin sayı 9000 nəfərdən çoxdur. Əhalinin sayına görə bu ancaq deməli Bakı iqtisadi rayonundan geri qalır. Aydın ki, əhalinin sayı Quba Hasmacı iqtisadi rayonunun əhalisi sayından çoxdur. 3 də doğrudur. Ərazidə landşaft inversiyası müşahidə olunur. İnversiya dağda yuxarı qatca landşaftların yerinin dəyişməsidir ki, tarışlarında meşədən yuxarıda çöl landşaft yerləşir. Buna biz landşaftın inversiyası deyirik. Bu da düzgündür. Filiz faydalı qazıntılarla zəngin, tarışlarında filiz faydalı qazıntı bildiyiniz kimi yoxdur. Deməli, düzgün cavab oldu, mineral bulaqlarla zəngindir. 2. Əhalisi sayı Quba Hasmacı iqtisadi rayonunun əhalinin sayından çoxdur. Və 4. Ərazisində landşaft inversiyası müşahidə edilir. 2, 3, 4. Cavab Yevən doğrudur. Bir Araz çayına, iki Kür çayına birbaşa tökülən çaylar Arpaçay Arazda, Köndələnçay Arazda, Həkəri Arazda birbaşa tökülür. Tərtər çay Kürə, Şəmkir çay Kürə, Ağstafa çay Kürə birbaşa tökülür. Yəni A cavabı doğrudur. Deməli, Arazda tökülür Arpaçay, Köndələnçay, Həkəri çayları, Kürə tökülür Tərtər, Şəmkir, Ağstafa çay. A mən doğrudur. B-də görə səhv nədir? Tərtər Arazda tökülmür, Kürə tökülür. Elə B məndə birinci çay səhvdir. C məndə bax, Xaçın çay arada tökülmür, Kürə tökülür, o da C-məndə ona görə səhvdir. D məndə Köndələnçay arada tökülür, düzgündür, Ataçay Xədirə tökülür, ona görə də cavab D məndə səhvdir. Y məndə Arpaçay arada tökülür, Bərgüşad, Cınançay, Bərgüşad Oxçaya tökülür, ona görə səhvdir. Sonra ikinci sırada da Araz çayı Kürə tökülür, arada tökülən deyil. Əyri çayda yenə Kürə tökülür, Tərtər çayı Kürə tökülür. Y məndə Arazın özünə görə səhvdir, düzgün cavab oldu A məndə.
Uyğunluğu müəyyən edin. 1 isti okean cəryanları, 2 soyuq okean cəryanları, 3 tsunami dalğaları. A bəndi sahil boyu ərazilərdə yağıntının miqdarının azalmasına səbəb olur. Yağıntının miqdarının azaldan soyuq okean cəryanlarıdır. Soyuq okean cəryanları gəldikləri yerdə temperatur aşağı salır, buxarlanmanı azaldır. Buxarlanma azaldığına görə də yağıntının miqdarı azalır. Yəni A gələcək 2-yə soyuq okean cəryanlarından. Endogen qüvvələrin təsirindən yaranan, yerin daxili enerjisindən yaranan tsunami dalğalardır. Yeraltı zəlzələlərdən, vulkan püskürmələrindən yaranır. Yəni B gələcək 3-ə. C bəndi buxarlama qabiliyyəti ilə yağıntı arasındakı fərqi artırır. Buxarlama qabiliyyəti ilə yağıntı arasındakı fərqi artıran soyuq okean cəryanlarıdır. İsti yerdə buxarlanma qabiliyyəti artır, yağıntı azalır, az yağıntı düşür. Yəni C də aiddir soyuq okean cəryanlarına. Yəni 2-yə. D bəndi ay və günəşin cazibə qüvvəsinin təsirindən yaranır. Ayın günəşin cazibə qüvvəsinin təsirindən yaranan qabarma çəkilmədir. Burada da qabarma çəkilmə verilmir. Bu görə D heç birinə aid deyil. Y bəndi Krusçev cəryanına aiddir. Krusçev cəryanı Sakşanda bildiyiniz kimi isti cəryandır. İsti okean cəryanıdır. Asiyanın şərqinə doğru Yaponiyaya tərəf hərəkətlənən cəryandır. Yəni Y aiddir 1-ə. Deməli belə bir cavab alındı. 1-ə E, 2-yə A, C, 1-ə E, 2-yə A, C, 3-ə də B cavab alındı C bəndində. Xəritə sxemdə rəqəmlərlə verilən iqlim tip və yarım tiplərinin aid olan əlamətləri müəyyən edin. İqlim tipləri, yarım tipləri deməli dağ tundra iqlimidir, yay qura çiçən mülayim isti iqlimdir, qışı soyuq çiçən yarımsərə qurçu iqlim tipidir, bütün fəsillərdə bol rütubətli soyuq iqlimdir və qışı qura çiçən soyuq iqlim tipidir. 5 dənə bənd. Və burada da iqlim deməli yarım tiplərinin rəqəmləri verilib. Dağ tundra iqlim tipi burada verilən ərazilərdə deməli Böyük Qafqazda 5-də verilib, 5 ümumiyyətlə. Kiçik Qafqazda 4 yerdəcən, Böyük Qafqazın yüksək dağlıq hissəsində, Murov dağın yüksək dağlıq hissəsində, Vulkanik yaylanın dağlıq hissəsində, bir də Zəngəzurun yüksək dağlıq hissəsində. Yəni A aiddir, A-ya gələcək 5. Yay qura çiçən mülayim istim, yayı qura çiçən mülayim istim bu xəritədə deməli Böyük Qafqazın cənub-şərq ətəklərində Şamaxıda görüşür, sonra Lənkəran ovalında görüşür, bir Kiçik Qafqazın cənub-şərq ətəklərində görüşür. Bu olur yay qura çiçən mülayim istiqlim, yəni 2. B-yə gələcək 2. Qışı soyuq çiçən yarımsərə qurçu iqlimti Azərbaycan Respublikasında ancaq Naxçıvan Muxtar Respublikası ərazisində Şərq Ordubad düzündədir. Qışı soyuq çiçən yarımsərə qurçu iqlimti. Yəni C-yə gələcək 1. D bəndi bütün fəsillərdə bol rütubətli soyuq iqlim. Bütün fəsillərdə bol rütubətli soyuq iqlim tipi, bütün fəsillərdə bol rütubətli soyuq iqlim tipi ancaq Böyük Qafqazın deməli cənub yamacındadır. Bu da olur 4-lə. Sonra qışı qura çiçən soyuq iqlim tipi, qışı qura çiçən soyuq iqlim tipi. Bu verilib burada, qışı qura çiçən soyuq iqlim tipi verilib. Deməli bu Böyük Qafqazın şimal yamacında var, 3-lə verilib. Sonra deməli Kiçik Qafqazda Murov dağın cənub hissəsində var. Qışı qura çiçən soyuq iqlim tipi deməli olubdur, 3-lə verilib. Deməli 5, 1-ə gəldi C, 1-ə gəldi C, 2-yə gəldi B, 3-ə gəldi Y, 4-ə gəldi D, 5-ə gəldi A cavab oldu C bəndində. Sxemi tamamlayın. Deməli Böyük Qafqaz vilayəti polimetal verib burada, mineral su verib, xaşı verib, Hacıbəlli verib, Böyük Qafqaz vilayətinə aid olanlar. İndi bir xaşı mineral sudur. Quba rayonunda yerləşən Xaşı adında mineral su bulağı var. Deməli bir olacaq mineral su. Mineral su da var. A-da yoxdur, B-də var, C-də var. B, C-dən biridir. Deməli bir olacaq mineral su. 2. Mineral su. Xaşı Böyük Qafqaz vilayətində mineral su. İndi bu deməli B ilə B-də mineral su var, bir də C-də var. Qalaltı Suraxanı deməli qalaltı ola bilər. Deməli Böyük Qafqaz vilayətində qalaltı ola bilər. Onda 3-ə də gələcək Hacıbəlli kvars qumudur. B bəndi düzgün çıxır. Deməli 2-yə olacaq
2 olacak kala 6. 3'e gelecek Hacıbelli'de kıvars kumudur ki şüşede bundan ham kimi istifade olunur ve 4 polimetal yatağı uzak Tarabala kəndində yerləşən yatağın deməli mis polimetal yatağıdır bu. Burada Mazımçay adında yatağı var. Deməli 4 olacaq Mazımçay. Cevap oldu beyefendi. İklim diyagramının ait olduğu iklim tipi için səcibi üçün xarakteristik. İklim diagramını oxuduq əvvəlcə. Qışda temperatur olur. Deməli, müsbət 6-7 dərəcə, yayda temperatur qalxır 25 dərəcəyə. Qışı rütubətlidir, yayı istidir. Deməli, iklim diagramı belə oxuruq. Yayı isti, quru, qışı mülayim, rütubətli. Deməli, bu əslində Aral dənizinin tipinə daha çox uyğun gəlir. Çin ərazisində formalaşır. Çində musson iqlimidir. O yüzden bu düzgündür. Yayda tropik qışda mülayim hava kütlələrinin təsiri altında subtropik qurşağa uyğun gəlir. Qışda mülayim hava gəlir, yayda tropik hava gəlir. Yayda tropik qışda mülayim hava kütlələri belə hava yaradır. İki doğrudur. Sicil yadası Kiçik Asya yarımadası üçün səciyyəvidir. Sicil yadası Aral dənizindədir. Kiçik Asya yarımadası deyil, Aral dənizi bunun cənub hissəsindədir. Buralarda da var, Aral dənizinin ki düzgündür. Üç yarımçı yerləşən yalnız bir ölçəyə rast gəlinir. Üç yarımçıda yerləşən yalnız bir ölçü. Üç yarımçıda yerləşən ölçü çoxdur. O yüzden bu düzgün değil. 5. Qarşı qeynli yarpaqlı meşələr yayılıb yox. Qarşı qeynli yarpaqlı meşələr mülayim quşağıdadır. Burası subtropik quşağıdır. Turizmin inkişafı üçün imkanlar mövcuddur. Türkiyədə, Yunanistan'da, İtalya'da, İspanya'da, Fransa'nın cənub hissəsində turizmin, Afrikanın şimali ölkələrində turizmin inkişafı üçün geniş imkanlar var. Yəni 6 doğrudur. Deməli düzgün cavab oldu 2, 3, 6. Yayda tropik qışda mülayim hava kütlələrinin təsirinə məruz qalır. 3 Sicil yadası Kiçik yarımadası üçün səciyyəvidir və 6 turizmin inkişafı üçün imkanlar mövcuddur. 2, 3, 6 cavab oldu Yeməndi. Eylül'ün diagramısının uygun beğendi müeyyidin Afrika, Avustralya. İyul, Ağustos aylarında ekvatoral hava kütleleri hakim olan iklim kuşağına maliktir. İyul, Ağustos aylarında ekvatoral hava bir ekvatorun özünde olur, bir de ki şimaldaki subekvator kuşağında olur. Yani bu aittir Afrika'ya. Avustralya'ya ait değil. Avustralya'da yani şimal subekvator kuşağı Afrika'da var. Canım Avustralya'da yoktur. Yani bir ait değil bire. Subtropik iklim kuşağının kontinental tipi mevcut değil. Deməli, subtropik kuşağda deməli Avustralya'da deməli şərqdə deməli subtropik kuşağın bərabər rütubətlənmə tipi var. Qərbdə Aral dənizinin tipi var, mərkəzdə kontinental tip var. Cənubi Amerikada deyiləndə Afrikada bu yoxdur. Subtropik kuşağında kontinental iklim tipi Afrikada yoxdur. Burada iki Avustralya'ya aittir. Afrikada bu yoxdur. Subtropik iklim kuşağının kontinental tipi ancaq Avustralya'da, Afrikada yoxdur. 2 ay oldu Avustralya'ya. Kontinental tipi mövcud değil, Afrika'dadır. Avustralya'da var. Yani bu da Afrikandır. 3 en büyük çay sistemi deməli o subtropik iklim kuşağının kontinental tipi Avustralya ile Cənubi Amerikada var, təkcə Afrikada yoxdur. Ait deyil dediyinə görə ancaq Afrikaya aiddir. 3 en büyük çay sistemi Hind Okeanı hövzəsinə ait olan deməli Afrikanın en büyük çayı deməli suyuna göre, il yaxınına göre Kongo çayı Atlantik Okeanı'na ait. Avustralya'nın büyük çayı Murray çayıdır. Bu Hind Okeanı hövzəsinə ait. En büyük çay sistemi Hind Okeanı hövzəsinə ait olan Avustralya'dır. Yani 3 ait Avustralya'ya. 4. Şimal ucqar nöqtəsi subtropik iklim kuşağında yerləşən Afrikanın şimal ucqar nöqtəsi subtropik kuşağıdır. Avustralya'nın şimal ucqar nöqtəsi York burnu subekvator kuşağıdadır. Yəni 4 ait Avustralya'ya. 5 ərazisində qədim dağlar mövcuddur. Böyük suacı dağlar Avustralya'dadır. Kaplı, əjdaha kimi qədim dağlar da Afrikadadır. Yəni ərazisində qədim dağlar mövcuddur. Bunların hər ikisinə aiddir. 5 aiddir 3-cüyə. Deməli 1'ə gəldi, Afrikaya gəldi 1, 2, Avustralya'ya geldi 3, 4. Her ikisi ait olan xüsusiyyətli oldu 5. Cevap oldu Yeləndi. Büyük Kafkas fiziki coğrafya aitliği, Kiçik Kafkas fiziki coğrafya aitliğine fərqləndirən
Xüsusiyyətlər. Böyük Qafqaz Fiziki Coğrafi Vilayətinin, Kiçik Qafqaz Fiziki Coğrafi Vilayətinin fərqlənən xüsusiyyətlər. Qara meteoroloji üçün xamal bazası mövcud deyil. Kiçik Qafqazda var, Böyük Qafqazda yoxdur. Bu Böyük Qafqazın fərqidir. Böyük Qafqazda qara meteoroloji xamal yoxdur, Kiçik Qafqazda var. Deməli, bir Böyük Qafqazın, Kiçik Qafqazın fərqidir. Dağ meşə landşaftı geniş gəlib, hər içində geniş gəlib. Vulkan sular geniş sahə tutmur. Böyük Qafqazın fərqidir, o Kiçik Qafqazda bu geniş gəlib. Deməli, 3 də doğrudur. Yağıntıları bərabər paylanan mülayim isti iqlim tipinə rast gəlinir. Böyük Qafqazda yağıntıları bərabər paylanan mülayim isti iqlim tipi var. Kiçik Qafqazda belə bir iqlim tipi yoxdur. Deməli, 4 də Böyük Qafqazın fərqidir. Yay və qışı quraq keçən mülayim isti iqlim yarımçılar gəlmişdir. Yay və qışı quraq keçən mülayim isti iqlimin yay qurağı var, qışı qurağı var. Deməli, Böyük Qafqazda da var, qışı quraq keçən mülayim isti iqlim Kiçik Qafqazda var. Ona görə də bu fərq deyil. Meşə landşaftında palıd, bələs, fıstıq ağaclar üstünü təşkil. Bütün Azərbaycan meşələrində deməli, elyaf ağaclarımızın əsasını fıstıqdır, bələsdir, palıd təşkil edir. Bu da Böyük Qafqazın, Kiçik Qafqazın fərqi deyil. Deməli, Böyük Qafqazın, Kiçik Qafqazın fərqi vilayət kimi. Deməli, 1, 3, 4'dir. Cavab oldu 1, 3, 4. Respublikamızın əhalisi üçün doğru fikirləri müəyyən edin. Əhalinin yaş təkbir uşaqların sayı yaşların sayından daha çoxdur. Uşaqların sayı bizdə yaşların sayından daha çoxdur. Doğrudur. 1. Mərkəz aran Quba Xaçmaz Bakı iqtisadi rayonlarında əhalinin milli təkbir mürəkkəbdir. Mərkəz aranda mürəkkəb deyil. Quba Xaçmazda Bakıda mürəkkəb idi. Mürəkkəbdir. 3. Ceyrançol Acılı Qobustan Alçadır və Lənkəran olmanda əhalinin sıfır yüksəkdir. Ceyrançol Qobustan Alçadır sıfır azdır, Lənkəran olmanda sıfır yüksəkdir. Cümlənin yarısı Ceyrançol Acılı Qobustan Alçadır sıfır azdır, təkcə Lənkəran olmanda sıfır çoxdur. O görə bu səhvdir. Urbanizm səviyyəsi 50%-dən yuxarıda, urbanizm səviyyəsi aslında 53-54%-ə yaxındır, 4 düzgündür. Şəxsəqtar iqtisadi rayonun əhalısının sayı Naxçıvan iqtisadi rayonun əhalısının sayından daha çoxdur. Naxçıvan iqtisadi rayonu Naxçıvandır, deməli, təxminən 4.000 əhali var. Şəxsəqtarda əhali daha çoxdur. Naxçıvandır, Şərqi Zəncəzurdur, Dağlıq Şirvanda əhalisi ən az olan iqtisadi rayonlardan biridir. Yəni, Şəxsəqtar rayonunun əhalısının sayı Naxçıvan əhalısının sayından daha çoxdur. Doğrudur. 5. Şəxsəqtar iqtisadi rayonunda əhalinin əsas hissəsini ləzgilər, saxurlar, tatlar təşkil edir. Əhalinin əsas hissəsini bunlar yox, əhalinin əsas hissəsini Azərbaycanlılar, Azərbaycan türkləri təşkil edir. Bunlar var, tat burada, ləzgi, saxurlar burada var. Ləzgilər daha çox Quba Xaçmazdadır, tatlar daha çox Abşeron ətrafındadır. Bu da 6 səhvdir. Düzgün cavab oldu 1, 4, 5. Verilən yaş çeşid piramidasına aid olan ölkə üçün doğru fikirləri müəyyən edin. Yaş çeşid piramidasına fikir verilir. Gördüyünüz kimi yaş artdıqca əhalinin sayı azalır. Yəni, bu əhali təbii artımının ikinci tipinə aid olan ölkələrdir. Uşaqların sayı çox, yaşlıların sayı azdır. Kişi-qadın nisbəti burada görüşmür, verilməyib. Deməli, əhali təbii artımının ikinci tipinə aiddir. Həqiqətən bunlar ikinci tipdir, birinci tipdə yaşların sayı çox olur. Payı çox olur daha doğrusu. Deməli, bir, ikinci payı malikdir, doğrudur. Demografi keçidin 4-cü mərhələsi deyil. Bunlar demografi keçidin, deməli, ikinci mərhələsindədirlər. Təbii Anadolu'nun sayı çoxdur, ölüm halları xeyli azalıb. Cənub Yörükdə yerləşə bilər, şimalda da var, belə ölkələr, cənubda da var. Ən azından Afrikanın şimalda da var, cənubunda da var, okeanında var. Şimalda da, cənubda da yerləşə bilər, düzgündür. Demografi böhran müşahidə edilmir. Burada demografi böhran deyil, demografi partlayış müşahidə oluna bilər. Demografi böhran həqiqətən müşahidə edilmir, 4 doğrudur. Əmək ehtiyatlarının çatışmazlığı müşahidə olunur, əmək ehtiyat kifayətlilər var. Hətta bunlarda işsizliyi var. Orta ömür müddəti çox yüksəkdir və inkişaf etmiş ölkələrdir. Orta ömür müddəti burada yüksək deyil. Ömür müddəti çox qısadır və inkişaf etmiş ölkələr deyil. Bunlar inkişafda olan ölkələrdir. Yəni, düzgün cavab oldu 1, 3, 4. Əhalinin təbii artımının ikinci tipinə malikdir. Cənub yarımçısında yerləşə bilər, demografi böhran müşahidə edilmir. Cavab oldu 1, 3, 4.
Camışlar zirvesi ile Kömürcü zirvesi arasında yapıldığı tədqiq fərqini hesablayın. Camışlar zirvesi bildiği için Murov dağın en uzun zirvesi 3724 metrede. Kömürcü zirvesi de Talış silsilesi en uzun zirvesinin 2493 metreydi. Bunların əvvəlcə hündürlük fərqini tapaq, atmosfer tədqiq fərqini tapaq. Bunun için 3724'ten çıxacaq 2493, aracıq 1231 metr. Atmosfer tədqiqi hər 10 metrdə 1 mm civə sütunu dəyişdiyindən 1231 bölmək lazımdır. 10-2 tədqiq fərqini tapaq. 1231 də ona bölündür. Düşəcək 123,1 mm civə sütunu. Deməli, cavab da olacaq 123,1 mm civə sütunu. Millimetr civə sütunu yazıldığına görə məsələnin şərtləri yazılır 123,1. Cevap belə. Uygunluğu müəyyəni təbii zona, cod yarpalayan 25 uçurluqlar, 1, 2 savanna çeyrək meşələr, 3 tundra. Rütubətlərin əmsalının vahiddən böyük, orta illik temperaturun aşağı olması xarakteristik. Orta illik temperatur aşağıdır, rütubətlərin əmsalının vahiddən böyükdür, bu tundranın xüsusiyyətdir. Deməli, aid olacaq 2. Japonya bu təbii zonanın formalaşdığı iqlim qurşağında yerləşmir. Japonya'da subtropik kuşağı var, mülayim kuşağı var. Codyarpalayan 25 uçurluqlar var. Japonya'da tundra yoktu. Yani B de aittir buna. Savanna seyrek meşeler Japonya'da mümkündür. Bu zona formalaştığı iqlim qurşağında yerləşmir. Deməli bu da aittir, B de aittir tundraya. Yerləşmir. Mümbit torpağı sevendir. Mümbit torpaqlar zəngin yüzbarım, qışın qura keçməsi səciyyəvidir. Mümbit torpaqlar zəngin yüzbarım, qışın qura keçməsi bu savanna seyrək meşədir, yayda trop şaban olmasıyla əlaqədardır. Yəni aiddir 2'ye. 2 və daha çox iqlim qurşağında formalaşır. 2 və daha çox iqlim qurşağında formalaşan deməli cod yarpalı həm şişirmiş çölüklər, ancaq bu subtropik qurşaqdadır. Savanna və seyrək meşələr deməli subekvator kuşağında da var, tropik kuşağında da var. Yani bu D de aittir Savanna'ya. 2'ye. Avrupa Avustralya kıtalarının canub-qərb hissəsində yayılmıştır. Avropa ve Avustralya kıtalarının canub-qərb hissəsində formalaşan cod yarpalı hemşeşirmiş çoluklar ki Afrika'da da var, Cənubi Amerika'da da var. Bütün Antarktika'dan çıxmalı bütün matiklərdə buna rast gəlinir. Avrupa'nın canub-qərbində var, Avustralya'da da canub-qərbdə var. Yəni Y aiddir 1'e. Deməli 1'e alındı Y, 2'ye alındı S, D, 3'e de alındı A, B. Situasiya testləri uşaqlar. Sizə təqdim olmuş situasiyanı diqqətli oxuyun və burada verilmiş məlumatlardan istifadə edin. 58-60 sayılı test tapşırıqları cavab vərəqində yerinə yetirin. Nəzərə alın ki, hər tapşırıqda alınan nəticə həmin situasiya ilə bağlı növbət tapşırıqda istifadə oluna bilər. Mətni oxuyaq. Azərbaycan ərazisi iqlim formasına coğrafiyyəli, relyef və digər amillər təsir edir. Bu amillər ölkə ərazisində müxtəlif iqlim tiplərinin yaranmasına səbəb olur. Verilmiş iqlim diaqramının aid olduğu iqlim tipi ölkənin 30% qədərini ərazisində formalaşır. Müxtəlif təbii amillərin təsirilə bu iqlim tipi yarım tiplərə bölünür. Nəticədə regionda formalaşan iqlim şəraiti daxilində kənd təsərrüfatının çox sahəli inkişafına imkan yaranır. Diaqramın aid olduğu A məntəqəsinin yerləşdiyi iqtisadi rayon xarici ölçələrdə həmsərhəddir və ərazisində əlvan meteoroloji üçün xammal ehtiyatı mövcuddur. Bu iqtisadi rayonun ərazisi mürəkkəb geoloji tektonik quruluşa malikdir və paleogen erası çöküntülərinə rast gəlinmir. Diaqramı oxuyuruq. Diaqramda deməli temperatura baxaq, deməli yanvar fevral ayında temperatur təxmini gəlir 0 dərəcəyə yaxındır. Orta illik temperatur 13,5 dərəcədir, yağıntıları 1036 millimetrdir. Deməli qışı quraq keçən bu mülayim istiqlim. Mülayim istiqlim tipinin olmasını Azərbaycan ərazisinin deməli 30% qədərini əhatə etməsindən onsuz da görmüşdür. Deməli bu qışı quraq keçən mülayim istiqlimdir. Qışı quraq keçən mülayim istiqlim Azərbaycan ərazisində çox yerdə yayılıb. Ki, məsələn, Qanı Xərçə zonasındadır, Çiçək Qafqazın şimal yamaclarındadır, şimal teklərindədir, Qarabağ düzündədir, İncə Haramı düzlərindədir. Bu çox geniş yerdə yayılıb. İndi burada deyir ki, diaqramın aid olduğu, məsələn, buraya əgər Qanı Xərçə aid olduğu A məntəqəsində yerləşdiyi iqtisadi coğrafi, iqtisadi rayon xarici ölkələrlə həmsərhəddir, ərazisində əlvan meteoroloji xammal ehtiyatı mövcuddur. Yəni, məsələn, bura Şəki Saktara iqtisadi rayonu ola bilər. Bu iqtisadi rayonun ərazisi mürəkkəb geoloji
hem Büyük Kafkas'a ait olur hem Kürt tektonik çökmesine geoloji, tektonik oluşan mazisi ve palodiyera çöküşlerine burada rast gelinmiş. Kiçik Kafkas'da rast gelinmiş. Demek Kiçik Kafkas olmayacak. Öyle bu olacak. Büyük Kafkas çökümek ile Şekistaklar ekstradranıdır. Test tapşırılarına bakalım. Burada uşaqlar Dövlət İmtahan Mərkəzinin materiallarını elə birbaşa bura qoymuşam. Onun əsasında üstə bunları bir növ izah edəcəm. Ahmet Tersine ait olduğu İnzibatı rayon, bu İnzibatı rayonunun yerleştiği tektonik zonları həmçinin bu İnzibatı rayonunda mövcud olan filiz paydalı qazıntıların ölkəmizin digər rayonlarında yerləşən yataqların adını müəyyən edib cədvələ yazın. Cədvəl buradan, deməli, Ahmet'in yerləşdiyi İnzibatı rayonu, burası Zaktara rayonudur. İnzibatı rayonunun yerləşdiyi tektonik zona Büyük Kafkas tektonik alması ile Kürt tektonik çökməsidir. Buranın paydalı qazıntıları yataqların adı Kater çaydı, Çastağdı, Filiz çaydı. Madım çay buradadır. Mehmana Kiçik Kafkas'da, Gümüşlüysə Naxçıvandadır. Dövlət İmtahan Mərkəzinin verdiyi cavablardan bunu olduğu için burada size okuyuram. Ahmet'in yerleştiği İqtisadi rayonu və bu rayonun iki ölkəli həmsərhəd olan İnzibat rayonlarını və ixtisaslaşdığı kənd sahələrini müəyyən edib cədvələ yazın. Cədvəli göstərəcəm sonra sizə. Deməli, İqtisadi rayon Şəkisakdaladır. İki ölkələ həmsərhəd olan İnzibat rayonlar Balıkəndi, Zaktaladır, Qaxdır. Qalan üç ölkə Şəki, Qax, Şəki, Oğuz, Qəbələ İnzibat rayonları isə ancaq Rusiya ilə həmsərhəddir. Deməli, ixtisaslaşdığı kənd sahələri burada, deməli, qərdəşli meyvəçilik inkişaf edib, taxılçılıq inkişaf edib, həm yazlıq Qanıqayçayda, dağda, deməli, yazlıq taxılçılıqdır, düzənlikdə qışlıq taxılçılıqdır. Məsələn, burada gülçilik təsərrüfatı inkişaf edib, sonra çox sahələr burada var. Qərdəşli meyvəçilik inkişaf etmiş sahədir, kənd sahələrini deyir. İndi cədvəldə deməli, tütüncülük, qərdəşli meyvəçilik, dəmir taxılçılıq, suvarma taxılçılıq, heyvandarlıq, gülçilik buranın ixtisaslaşdığı kənd sahələridir. Verilen iklim diagramına ait olduğu iklim tipi dahilinde yaranan yarım tipleri ve onların yağdığı fizik zoraburanları müəyyən cədvəl yazın, xəritə sxemdə rəqəmlərlə qeyd edin. Və xəritə sxem də var burada. Verilen iklim diagramı deməli mülayim isti iklim tipidir. Mülayim isti iklim tipi daxilində yaranan iklim tipləri bildiğiniz kimi yay qura çiçən mülayim isti iklim tipidir. Kışı qura çiçən mülayim isti iklim tipidir. Yağıntıları bərabər paylanan mülayim isti iklim tipidir. Yəni, yarım tiplər bunlardır, yağdığı fizik zoraburanlar. Xəritə verilibdir, xəritənin üzərində bunları göstərib, Dövlət İmtahan Mərkəzinin o sizə verdiyi xəritədə xəritəni indi burada göstərəcəm, orada rəqəmlər yazılmalıdır. Deməli, qışı qura çiçən iklim tipi deməli mülayim isti iklim tipi, bunun 3 dənə yarım tipi var. Qışı qura çiçən mülayim isti iklim tipi, yay qura çiçən mülayim isti iklim tipi və yağıntıları bərabər paylanan mülayim isti iklim tipi. Qışı qura çiçən mülayim isti iklim, bu deməli 1 də göstərilibdir. Qanıqayçayda 1 var. Sonra Şamaxı, İsmailli'də, Şamaxıda deməli qışı qura çiçən mülayim isti iklim var. Oradan da yay qura çiçən var. Deməli 1 oradadır. Sonra Gəncə Piskuzora rayonundadır. Qarabağ düzündədir. Həkərdədir. Həkər Piskuzora rayonundadır. Deməli bu iklim tipi var. Yağdığı yerlərdə Qanıqayçadır, Gəncə Piskuzora rayonundadır, Qarabağdır, Şamaxıdır, Həkərdir yağdığı yerlər. Yay qura çiçən mülayim isti iklim 2 rəqəmli göstərilibdir. Lənkənovalıdır, Talış dağlarıdır. Sonra yenə də Dağlıq Şirvanda yayılıb, yağdığı yerlər buradadır. Və 3 yağıntıları bərabər paylanan mülayim isti iklimdəki Talış dağlarındadır, Talışdır. Zaktala, Lajda yayılıb, Zaktala, Lajda yayılıb, Piskuzora rayonunda. Həmçinin Qonaqkənd Piskuzora rayonlarında. Kiçik Kafkasda bu yoxdur. Yağıntıları bərabər paylanan mülayim isti iklim ancaq Talış dağlarının Böyük Kafkasdadır. Testin təhlili bu qədər.